Hı. Yoldaşlar, baxırıq deməli 93-cü tip suallar. Bu tip suallar necə olunur? Ümumiyyətlə bu tip sualların mən sizə demək olar ki, hər qəbulda düşən bir tipdə maksimum bir dəfə düşər, bir dəfə düşməz. Amma demək olar ki, əksər hər il demək olar ki, qəbula düşən bir tipdir. Biz bu tipləri işləmək üçün 2 cür üsul öyrənmişdik, xatırlayırsınızsa. Üsulun biri belə idi. Məsələn, o hansılar üçün keçərli idi? Sadə olanlar. Məsələn, bax 49 sadədir. Sonra 30 sadədir müəyyən qədər, 21 sadədir. Məsələn, bu tip suallarda demişdir ki, belə bir şey edə bilərsiniz. Üsul belə idi. Götürürsünüz, burada sizə məsələn bundan danışım. 2 dənə şəkil var. Birinci şəkil və ikinci şəkil və yekundakı şəkil. Bu birinci şəkildir, bu ikinci şəkildir və bu da üçüncü şəkildir. Götürün, birinci şəkili ikinci şəklin üstünə çəkin, ya da ikinci şəkili birincinin üstünə çəkin. Fərqi yoxdur. İkisindən birini bir-birinin üzərinə çəkdikdən sonra alınan fiqurla bu üçüncü şəkildəki fiqura baxın. Hansı xətlər yoxdursa, həmin xətlər üçüncü şəklin üzərində çəkirsiniz və yekunda çəkdiyiniz belə deyim, şəkli variantda axtarırsınız. Bu bir üsuldur. Yenə deyirəm, bu nisbətən sadə olan şəkillər üçün keçərlidir. Bir də digər üsulumuz isə hansı ki, daha mürəkkəb olan şəkillər üçün keçərlidir. Bax, məsələn, 93-cü sualdır, sonra nisbətən 84-cü sualdır və məsələn, bax, burada 12-ci sual bundan nisbətən artıq daha qarşıdır. Yəni, siz oturub, burada götürüb birinci şəkli, ikinci şəklin üstünə çəkənə qədər görün, nə qədər vaxt itirər uşaqlar. İmtahanda bu qədər, yəni hər hansı bir sual bu qədər vaxt sərf eləmək bizim üçün əlverişli deyil. Ona görə bu tip suallarda ikinci üsul daha ən yaxşıdır və idealdır. Həm vaxt aparmır sizin üçün, vaxt tərəfdən sizə vaxt qazandırır, yəni vaxtınıza qənaət edir. Eyni zamanda daha asandır. Deməli, mən də bir dənə bu tip sualların mahiyyəti ilə bağlı, yazılma qaydası ilə bağlı bir qayda deyim. Sualın mahiyyəti belədir. 2 dənə şəkil verir, birinci və ikinci şəkil. Bir də yekun üçüncü şəkil var. Buralar siz nə edirsiniz? Bir xətlərə baxırsınız. Məsələn, başlayırsınız özünüzə sual verməyə. Birinci şəkildə belə bir xət var. Birinci şəkildəki xət. Üçüncü şəkildə, yəni bərabərinin sağındakı, yekundakı şəkildə varmı? Özünüzə sual verirsiniz. Əgər varsa, uşaqlar çəkmirsiniz. Yox, əgər həmin xət yoxdursa, siz onu çəkməlisiniz. Baxın, məsələn, birinci şəkildə belə bir düz xət var, eləmi? Həmin o şəkil bərabərinin sağındakı şəkildə varmı? Baxın, yox imiş, yoxdur da, düzdürmü? Onda mən onu neynəməliyəm? Çəkməliyəm. Yenə deyirəm, bir-bir xətlərə baxırsınız. Əgər həmin xət birinci ya da ikinci şəkildə olan xətlərdən hər hansısa biri yekundakı şəkildə varsa, çəkmirsiniz. Ehtiyac yoxdur təkrar etməyə. Amma yoxdursa, həmin xətti mütləq şəkildə çəkib göstərməlisiniz. Biz uşaqlar yenə deyirəm, axı bir-bir baxım, ayda bu var, bu yoxdur, çəkin, bu var, bu yoxdur. Çox vaxt aparar yoldaşlar. Hardasa bir yalançılar sizi bir 5 dəqiqənizi bəlkə də alar. Ortada nəyəsə səhv eləyərsiniz, hansısa xətti qarışdırarsınız. Ümumiyyətlə, yəni təzə də gəlib pozarsınız, təzədən düzəldərsiniz. Yəni bunlara ehtiyac yoxdur. Bu tip suallar üçün ən ideal işləmə üsulu variantlarlandır. Nə demək istəyirəm? Məsələn, baxırsınız uşaqlar. Mən başlayıram birinci A ilə B variantlarına baxıram. Sözümə sual verirəm. Gör A variantı ilə B variantının bir-birindən fərqi nədir? Baxıram ki, yoldaşlar, A bəndində bax belə bir yarım halqa var. Yarım halqa. B bəndində həmin o yarım halqa yoxdur. İndi özümə sual verim. Görəsən, həmin o yarım halqa olmalıydı, yoxsa olmamalıydı? Yəni A düzdür, yoxsa B düzdür? İndi artıq onu necə tapacaq uşaqlar? Gedirəm, baxıram. İlk öncə həmin bu fərqli olan xətləri tapıram. Sonra gedirəm, baxıram, görüm o xət birinci ya da ikinci şəkildə var. A, bu da var imiş. Birinci şəkildə həmin o xət var. Düzdürmü? Uşaqlar, ilk yenə deyirəm, birinci ya da ikinci şəkildə bir xət varsa, baxın, gedin, görün, üçüncü şəkildə də varmı həmin xət? Baxıram, A, bu da var. Bu deyil, var da, düzdürmü? Əgər varsa nə eləmirik? Təzədən mən onu nə eləmirəm? Bax, mən bunu göstərmək üçün üstünə çəkdim, ha. Əgər varsa həmin xət üçüncü şəkildə artıq çəkməyinizə ehtiyac yoxdur. Bax, gördünüzmü? Bu xət, bax, A bəndində olan bu yarım çevrəni gördünüzmü? Mən getdim, baxdım ki, görün bu xət birinci ya da ikinci şəkildə varmı? Baxdım ki, hə, birinci şəkildə varmış. Əgər birinci şəkildə var, bəs yekundakı şəkildə var, hə, varsa deməli mən artıq çəkməli deyiləm. Day var da, mən niyə çəkim ki? Amma olmasaydı çəkəcəkdim. Yəni, varsa çəkmək lazım deyilmiş. Amma A bəndində götürüb çəkiblər. Çəkməməlidir. Zaten həmin xət var da, üçüncü şəkildə də niyə çəkiblər
çəkib. Bu getdi. Sonra baxıram ki, B bəndi ilə C bəndinin bir-birindən fərqinə bax. Görün bunların fərqi nədir? Aha. Diqqətlə baxsaq, şöyle görərik ki, B bəndində belə bir çıxıntı var. C bəndində həmin o çıxıntı yoxdur. İndi yenə gedirəm baxım görüm. Birinci ya da ikinci şəkildə həmin çıxıntı var. Bu deyək, ikinci şəkildə həmin o çıxıntı var imiş. Düzdürmü? Bəs üçüncü şəkildə varmı həmin o çıxıntı? Baba, bu burada olmalıdır uşaqlar. Baxın, yoxdur. Əgər birinci ya da ikinci şəkildə o xətt var, amma üçüncüdə yoxdursa, mütləq çəkməlidir. Baxın, üçdə çəkməyiblər. Deməli, biz özümüz nə etməliyik? Çəkməli. Baxın, çəkdim. Deməli, bu xətt nə etməliymiş? Olmalıymış. Deməli, onda B bəndində vardı, bu düzgündür. Amma C-də yoxdur, səhvdir, çıxdı. Keçirəm D bəndinə baxıram. Bu xətləri silim ki, mən başımı qarışdırmasın. Keçirəm D bəndi ilə B bəndini müqayisə edirəm. Yenə baxım görüm bu B bəndi ilə D bəndinin bir-birindən fərqi nədir? Aha. Ki, uşaqlar, baxın. B bəndində burada sağa doğru belə bir yarım halqa var. Fikir verin. B bəndində belə yarımçıq halqa var. Bəs D bəndində həmin halqa varmı? Yoxdur. Yenə özümə sual verim. Gedim baxım görüm şəkillərdən birinci ya da ikincidə həmin o halqa var. Bu deyib baxıram ki, ikinci şəkildə var imiş. Bəs üçüncü şəkildə varmı? Bu deyib vardır, şola çəkiblər də. Şola varsa biz təzədən niyə çəkək ki? Çəkməməliydi. B səhvdir, götürüb çəkib, təkrarlanma edib. Yenə qalıram D ilə Y-nin arasında. İndi baxım görün bəs D ilə Y-nin fərqi nədir? Aha. D-də burada belə bir düz xətt var, amma Y bəndində həmin o düz xətt yoxdur. Deyirəm görürsən hansı düzdür? Baxıram ki, birinci şəkildə həqiqətən də var imiş. Bəs üçüncü şəkildə var həmin o xətt? Yoxdur. Deməli yoxdursa çəkməliydi axı. Çəkməyən variant səhvdir, amma çəkmək lazımdır. Bu xətt olmalıydı, çəkilməliydi. Yəni hansı düzdür? D düzdür, amma Y bəndi nədir? Səhvdir. Bax, bu tip işləyirsiniz. 49 sayədə bunu mən baxdığım izahıma baxaraq 49-dur. Sonra burada 30-cu sualda və 21-ci sualda hətta biri də var. 19-cu sual bundan çox sadə olduğuna görə onu özünüz yazarsınız. Mən bir dənə çətini var, bunu da izah edeyim. Baxın, bunu izah edeyim. Bir də yuxarıda bir də var, onu da izah edəyərəm. Digərlərini siz yazıb mənə atacaqsınız. Şöyle bunun bir dənə də asan yolunu sizə deyim, o xətləri tapmaq üçün. Çalışın ki, belə mürəkkəb olan şəkilləri, bu tərz şəkildə mürəkkəb olan şəkilləri 3 dənə hissəyə ayırın ki, rahat tapa biləsiniz. Bax, mən birinci şəkili 3 hissəyə ayıram. Bu birinci hissə olsun. Bax, çalışın ki, xətlər düzgün çəkin. Bu olsun ikinci hissə, bir damcı əyriliyi elədim, qoyub olmasın. Aha, bu olsun ikinci hissə, yəni orta hissə. Şöyle bir də sağ tərəfi olsun, üçüncü hissə. Boş qalan. Bax, birinci hissə, ikinci hissə və üçüncü hissə. Neyse, bunu silim, ehtiyac yoxdur yazmağa. Sonra üçüncü şəkildə həmin o hissələri ayırın. Bax, bu olsun birinci hissə. Buradan bura bax elə ki, bu xəttdən belə eləyim də. Aha, buradan bura olsun mənim orta hissəm, ikinci hissəm. Bir də buradan bunu çəkməmə ehtiyac yoxdur da bu üçüncü hissədir. Deməli, birinci hissə yenə, ikinci orta hissə və üçüncü hissə. Şəkil də yenə axırdakı şəkildə onda 3 hissə ayırırım. Baxın, birinci hissə. Sonra bu olsun deməli mənim ikinci hissəm və bu da sağ tərəf üçüncü hissəm. Yenə uşaqlar başlayıram nə etməyə? A variantından B variantına baxıram. Deyirəm görüm A variantı ilə B variantının fərqi nədir? Uşaqlar bir çox fərqləri var. Amma mən ilk gözüm hansı dəyilsə ona baxıram. Baxdım ki, A variantında belə bir çarpaz xətt var. B bəndində bu çarpaz xətt yoxdur. Gedim görüm birinci ya da ikinci şəkildə həmin o xətt var. Baxıram ki, bu deyil, ikinci şəkildə var imiş. Bəndinin sağındakı şəkildə varmı? Var. Varsa da biz niyə təzdən çəkər? Təkrarlama ehtiyac yoxdur. A-da götürüb çəkirlər. Ehtiyac yox idi. Var idi. Zaten yekundakı şəkildə, üçüncü şəkildə var idi. Niyə çəkək? Çəkmirik. Çəkilən variant səhvdir. A getdi. C-ni də avtomatik çıxımda. Çünki C-də də həmin o xətti baxın, çəkiblər. Ehtiyac yox idi. Var da üçüncü şəkildə. Mən onu niyə təzdən çəkim ki? Yaxşı, bu xətti bildi. Bunu dənə silim, yenə qarışdırma olmasın. A-la C bəndi getdi. İndi gəlin B-lə, bunu da silim, B-lə D-nin fərqinə baxaq. Görək B-lə D-nin fərqi nədir? Aha, deməli B-lə D-nin fərqi nədir? Baxıram ki, D bəndində belə bir çarpaz xətt var, amma B bəndində həmin o xətt yoxdur. Gedim görüm birinci ya da ikinci şəkildə həmin o çarpaz var. Bu deyə var imiş. Bəs bərabərdir sağında həmin o xətt var. Burada da var. Onda niyə təzdən mən çəkirəm? Var da yekunda. Burada götürüblər D bəndində təzdən təkrar çəkiblər. Ehtiyac yox idi. Zaten var idi. Niyə çəkək ki? İndi qalıram B ilə Y-nin arasında yoldaşlar. Gəlin bunlara baxaq. B ilə Y-nin fərqi nədir? Aha, bircə dəqiqə bunların fərqini tapmağa çalışım.
Hə, yaxşı baxaq. Şurada B bəndində deməli Y-yə baxaq birinci. Y-də belə bir çarpaz xətt var. Üçüncü hissədə deyək də. Amma B-də həmin o xətt, həmin o çarpaz xətt yoxdur. Deyirəm görəsən hansı düzgündür? Həqiqətən o çarpaz xətt ikinci şəkildə var. Bəs bərabərdir sağındakı üçüncü şəkildə həmin o xətt varmı? Yoxdur. Onda biz onu etməliyik, çəkməliyik. Yoxdursa çəkməliyik. Hansına çəkiblər? B-də çəkiblər, yoxsa Y-də çəkiblər? Baxıram ki, Y-də çəkiblər. Hə, onu deməli Y düzdür, B səhv olur. Bax, bu da belə. Yaxşı, birini izah edeyim, ümid edirəm ki, artıq aydın olar. 84-cü sualı, bax, yenə həmin şeylər edirəm. Bax, bunu da hətta istəyirsinizsə, bax, gəlin sizin üçün 3 hissəyə ayırım. Bax, bu birinci hissəm olsun. Sonra buradan bura. Bu mənim olsun ikinci hissəm, orta, bir də sağ tərəf üçüncü hissəm. Bunu da yenə elə sütunlara ayıram. Bax, birinci hissəm, bura olsun mənim ikinci hissəm və bu da sağ tərəf üçüncü hissəm. Yenə bu olsun mənim birinci hissəm, bu olsun mənim ikinci hissəm və sağ tərəf üçüncü hissəm. Baxın yoldaşlar, A bəndi ilə B bəndinin baxım görün bir-birindən fərqi nədir? Yenə deyirəm, şuna bəlkə də başqa fərqlər də var. Məsələn, baxın, indi bayaqların başqa bir fərq görmüşüm, indi başqa bir fərq görürəm. Məsələn, baxıram ki, A bəndində buradan belə xətt var, amma B bəndində həmin o xətt yoxdur. Gedim görüm birinci ya da ikinci şəkildə həmin o xətt var. Baxıram ki, hə, bu da birinci xətt şəkildə var imiş. Bəs üçüncü şəkildə yekunda varmı? Yoxdur. Yoxdursa çəkməlidirlər axı. Hansı variantda çəkilib? A-da çəkilib, B-də çəkilmir. Ona görə B səhvdir. Bax, deyirik ki, yoxdursa çəkməliyik. B-də çəkməyiblər. Ona görə B səhvdir. İndi gedirəm A-nın C-nin fərqinə baxım. Görüm, bəs A-nın C-nin bir-birindən fərqi nədir? Aha. Diqqətlə baxsam, görəcəm ki, baxın şolar. A bəndində, bax C bəndində buradan belə bir xətt var. Yenə deyirəm, bir neçə fərqləri var, amma mən ilk gözümə görünəni deyirəm. Buradan belə yarım halqa var C-də, amma A-da yoxdur. Gəlin gedək birinci ya da ikinci şəkildə görə o xətt varmı? Bu deyə A birinci şəkildə görürəm ki, var. Bəs yekunda var. Hə, bu deyə var da uşaqlar. Əgər varsa niyə təzən götürüb çəkir ki? C-də götürüb təzən çəkib. Lazım deyildi, səhvdir deməli. İndi qalıram A-la D-ni yoxlayım. Görüm onların fərqi nədir? Aha, diqqətlə baxsaq, görərik ki, yoldaşlar, bəndində burada belə bir düz xətt var, amma D-də həmin o düz xətt yoxdur. Gedim baxım görün birinci ya da ikinci şəkildə həmin o düz xətt varmı? Baxıram ki, bu birinci şəkildə var imiş. Bəs bərabərdir sağında var, yoxdur. Deməli çəkməlidirlər axı. Birinci ya da ikinci şəkildə olan hər hansı bir xətt yekunda yoxdursa çəkməliyik. Onda çəkməliyəmsə hansı düzdür? A düzdür, yoxsa D düzdür? Çəkməliyəmsə təbii ki, A düzdür, D səhvdir. İndi qalıram A ilə Y-nin arasında. Aha, bunların fərqi bəs nədədir? Baxaq, bunların fərqi isə deməli, bax, bu hissələrindədir. A-da burada belə bir çıxıntı yoxdur, amma Y-də belə bir çıxıntı var. Deyirəm, görürsən, olmalıdır, yoxsa olmalı deyil. Gedirəm birinci, ikinci şəkillərə baxıram. Baxıram ki, buradan sağa doğru, bax, həmin o çıxıntı var. Orta hissədə olan həmin o çıxıntıda sağa doğru gedən. Burada var. Bəs bərabərdir sağında həmin orta sağa doğru gedən o çıxıntı varmı? Yoxdur. Deməli, yoxdursa nə etməliydilər uşaqlar? Çəkməliydilər. Hansında çəkilib? Y-dir. Deməli, onda Y düzdür, A isə səhvdir. Bunlara əgər başa düşdüksə, onda 49-cu, sonra 30-cu, 21-ci və 19-cu sualı öz-özə yazıb mənə göndərirsiniz.